Aleykümselam və bərəkət. Qardaş deyir ki, bu sözü mən öz nəfsim adına deyirəm. İkinci dəfə evlənməyə hətta ehtiyac olsa belə yaxşı baxmıram. İstəmirəm ki, övladlarım arasında doğma ögəylik olsun. Bu düşüncəmə görə bir qəbahət sayılıram şəriətə görə. Əlbəttə ki, axı, qəbahət sahibi sayılırsan. Ona görə ki, əgər insanın xüsusən də evliliyə ehtiyacı varsa və insan o evliliyi yerinə yetirmirsə, yəni evlənmirsə, amma bunun ucbatından hər hansısa bir asiliklərə, günahlara baş vurmağa özünə rəva bilirsə, əlbəttə ki, buna görə sorumluluq daşıyır. Yəni, əgər insanın birinci yoldaşı hər hansısa bir səbəbdən onun ehtiyacını ödəyə bilmirsə, onu tələbatını ödəyə bilmirsə, əlbəttə ki, onun üçün evlənmək vacib. Çünki əks halda başqa-başqa fəsadları gətirib çıxaracaq. Ailənin boşanmağına gətirib çıxara biləcək, ondan sonra kişinin başqa asiliklərə baş vurmasına gətirib çıxaracaqdır. Bu baxımdan əlbəttə ki, insan bu ehtiyac olsa da belə evlənmək istəmir deyənə bu düzgün fikir deyil. Və eyni zamanda o ki, qaldı isə doğmalıq, ögəylik. İslamda, qardaşım, doğma ögəylik deyilən bir anlam yoxdur. Hamısı həmən kişinin bir övladıdır, qardaşlar. Yəni, onu başa düşməyə lazımdır. Yəni, əgər kişinin 2-3 zövcəsi varsa, o uşaqların hamısı ata üçün eynidir. Hamısı atanın övladlarıdır. O ata üçün bu ögəydir, bu filandır, bu yoxdur. Və yaxud da İslamda birinci arvadım, ikinci arvadım söhbəti yoxdur. İslamda bir evlilik, iki evlilik var. Yəni, bir arvadı var, iki arvadı var söhbəti var. Yəni, bu birinci arvaddır, bu ikincidir, sən üçüncüsən, belə bir anlam yoxdur. Bu, düzgün tələfiz olunmayan fikirlərə görə də əlbəttə ki, bugün müsəlman bazıların arasında da ikinci evliliyə belə razılıq verməyənlər, yəni çoxdur. Yəni, deyəndə deyəcək ki, hara gedirsən, sən ikinci olacaqsan, səndən üçüncü olacaqsan. Qardaşım, ikinci, üçüncü söhbəti yoxdur. İslamda iki evliliyi, iki ailəli, üç ailəli var. Onların uşaqları da ata üçün, hamısının, hər bir qadının uşağı ata üçün hamısı doğmadır, hamısı əzizdir. Ata heç bir uşağın arasında fərq görmür. Çünki hamısı onun, belə deyim, nəslindəndir, hamısı onun belindən gəlməkdir, hamısı onun zürriyyətidir. Və bu cür səhv cümlələrin belə cəmiyyət içində yayılması da əlbəttə ki, o müəyyən ehtiyacı olan qadınların belə evlənməyinə maniyə yaradır. Çox bacılar var ki, yəni boşanıblar, uşaqları var, ata-ana onu qəbul eləmir, qardaş qəbul eləmir, bacı çətinlikdə qalıb, kirayəni ödəyə bilmir, kommunalı ödəyə bilmir, vəziyyət çətindir, sıxıntılıdır, qadın ehtiyac olur, yəni işləməyə möhtac olur, uşaqların evdə tək qoyub getməyə möhtac olur. Amma nə qədər əlhəmdülillah qardaşlar var ki, əlhəmdülillah onu dolandırmağa Allahın izinə gücü çatar, Allah sonra onun ruzusunu artırar da, ruzusu artıqdır. Amma qadını evlilik təşrif eləyəndə, yox istəmirəm, mən ikinci olmaq istəmirəm, üçüncü olmaq istəmirəm, geçsəm ancaq birinci gedərəm, deyinərəm. Niyə görə? O qadının rəfiqələrinin yanında o düzgün təbliğatın aparılmamasına görə. Düzgün təbliğat getmir. Evlənmə, sən uşaqların yad olacaq, sən uşaqların yəni bir-birlərinə yad olacaqlar, doğma olmayacaqlar və s. Bu səhv düşüncələr, səhv fikirlərdir. Bizim İslam dinimizdə sən ikincisən, sən üçüncüsən deyilən belə bir anlam yoxdur. İslam dinində bu kişinin iki arvadı var, bu kişinin bir arvadı, bu kişinin üç arvadı var söhbətdir. Və yadlıq, ögəylik deyilən bir şey yoxdur. Hamısı həmən kişi üçün eynidir. Əlhəmdülillah. Nə qədər qardaşım bizim ögəy saydığımız bacı qardaşlar olub ki, doğma bacı qardaşlardan bir-birinə əziz olublar. Nə qədər doğma bacı qardaşlar olub ki, öz bacı qardaşlarını ən çətin durumda belə pis vəziyyətdə qoyublar, heç bir yardım, köməklik eləməyiblər, heç bacılığının qardaşlığını belə qəbul eləməyiblər. Amma nə qədər bizim yad dediyimiz bacı qardaşlar olub ki, bir-birlərinə doğmalardan əziz olublar. Onlar can eşidiblər. Ən çətin anlarda bir-birlərinin yanında olublar, bir-birlərinə köməklik eləyiblər. Bəli, İslam dini bunu əmr eləyib bizə. Və əlbəttə ki, bu ikinci evlilik məsələsi qeyd etdiyimiz kimi, bu düzgün şəriətin qoyduğu qaydalar, şərtlər çərçivəsində evlənməlidir. Yəni, yerinə yetirməlidir bu evlilik. Amma əlbəttə ki, düzgün olmayan, yalnız heç bir düşünmədən, fikirləşmədən,
yəni nəyisə allanıb, nəyisə bilmirəm, təsəvvür eləyib, evlənmək, sonra 1-2 aydan sonra, yox, xoşuma gəlmədi, bəs filan problem var idi, bəs qardaş, bəs alanda Allah üçün idi, Allah rizasına idi və uşağı yetim idi, yetim qayğısına qalacaqdın və sən o yetimi böyüdüb, cənnətdə Allahın Rasuluna bir olmaq istəyirdin, bəs bunlar harada qaldı? Bəs onlar Allah rizası deyildi, onlar yoxsa mücərrəd kəlmələr idi, mücərrəd sözlər idi. Ona görə qardaşım, evlilik bugünkü günümüzdə demək olar ki, müsəlman cəmiyyətlərində vacibdir. Qoy, nə qədər dul bacılar, nə qədər ehtiyac ucbatında olan bacılar var, onların köməyə ehtiyacı var. Əlbəttə ki, düzgün, ədalətli insanlar, hansı ki, zövcələrin arasında ədalətli olacaqlar, düzgün mövqe tutacaqlar qadınlar arasında, qoy evlənsinlər. O qadınlar bu cəmiyyətdə, bu asi, fasik, zalim cəmiyyətdə başlı başına qalmasınlar. Onların müsəlman, ədalətli müsəlman kişilərin qayğısına ehtiyacı var. Əlbəttə ki, qardaşım, əgər kimsə özündə bu gücü, bu ədaləti, bu qüvvəti, bu onların ehtiyacını ödəməyi özündə güc tapırsa, qoy bunu eləsin, onlarla ailə qursun. Həm ümmətin sayını artırsın, həm o cür kimsəsiz yetim uşaqlara himayədarlıq eləsin. Əlhəmdülillah, nə qədər çox evlilik olarsa, nə qədər evliliklər artarsa, əlbəttə ki, cəmiyyətdə pozunçuluq daha da azalar, cəmiyyətdə fəsad daha da azalar, kimsəsiz uşaqlar kimsəsiz qalmazlar. Çünki nə qədər kimsəsiz uşaqlar olur ki, görürsən, müəyyən həddi hüduda çatandan sonra artıq ana sözünə baxmırlar. Ananı özünə lider görmür, rəhbər görmür və başlayır qeyri düzgün olmayan hərəkətlər elməyə və nəticə etibarilə görürsən, cinayətkərə də çevrilə bilər. Hər hansısa bir düzgün olmayan təşkilatlara, cəmiyyətlərə qoşula bilər. Onsa deyəcək ki, bezmişəm bu sıxıcı həyatdan, onsa kimin var ki, anam da yaxşıdır və yaxud və s. Düzgün deyil, qardaşlar. Və əlbəttə ki, əgər bir insan mücərrəd olaraq övladlar arasında ögey doğmalıq düşünüb, evlənmək hətta ehtiyacı varsa, evlənmirsə də belə, və bu fikirlər əlbəttə ki, yanlış fikirdir, düzgün fikir deyil və biz Allah subhanətə ki, Allah subhanətə hər bir müsəlman ailəsinə bərəkət versin, onların övladlarını salih övladlardan eləsin və o dul qadınlar ki, hansılar ki, həqiqi mənada ehtiyacları var evlənməyə, qoy Allah subhanətə onlara salih zövcə nəsib eləsin. Allah subhanətə onlara salih zürriyyət nəsib eləsin və Allah subhanətə hər bir müsəlmanın, istər bizim dövlətdə, istər qeyri müsəlman dövlətlərində olan müsəlmanların ehtiyacını Allah subhanətə aradan qaldırsın, onların ehtiyaclarını ödəsin və onların sıxıntılarını, onların kədərlərini Allah subhanətə tezliklə aradan qaldırsın.